Herkese salam. Dünəndən bəri mənə yazan bütün izləyicilərimə, tamaşaçılara, kollegalarıma təşəkkür edirəm. Mənim üçün narahat olmusunuz, qayğıma qalırsınız. Şərhləri də oxuyuram. Çox sağ olun. Belə bir hekayə çəkmək istəməzdim, amma məcburam. Çünki hər 2-3 ildən bir bu mövzu gündəmə gəlir. Köhnə bir mövzunu yenidən gündəmə gətirən əziz, dəyərli jurnalistlər, sayt rəhbərləri. Məqsədiniz bəllidir. Reyting, baxış sayı yığmaq. Amma bütün bunları edəndə mənim nə hisslər keçirdiyimi heç anidən olaraq düşünürsünüzmü? Qaysaq bağlamış yaramı niyə qaynadırsınız hər dəfə? Siz baxış sayı yığacaqsınız, bir gün, 2 gün unudulacaq hər şey. Amma əziyyət çəkən mən, psixoloji travmalarımı hər dəfə niyə yadıma salıb gözümə soxursunuz? Axı bundan önəmli informasiyalar var. Konsert ərəfəsindəyəm. 3 gün sonra konsertimizdir. Yeni filmə hazırlaşıram. Çox gözəl bir filmə. Bunu işıqlandıra bilərsiniz. Bunları niyə etmirsiniz? Niyə insanların qəlbinə bu qədər? Niyə beləsiz? Həqiqi deyirəm. Ayıb deyil. Biz valideynlərimizi seçmirik. Və onlara görə cavabdeh deyilik. Hər dəfə bunu mənim yadıma salmaq, hər dəfə gözümə soxmaq. Bəlkə bəsdir, insanları da iyrəndirirsiniz. İnsanlığınız olsun. Onsuz da 5-3 nəfər ortada olan o tərbiyəli, istedadlı aktrisalar. Uğurlarımızdan danışın. Vurmağa çalışmayın. Evimiz olsa belə örtün. Ayıbdır, həqiqətən ayıb.